Salam olsun. Bugün sizlərlə 11 dekabr 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi dövlət qulluğunda qanunverici fənnindən düşən sualların bəzilərinin izahına baxacağıq. Lakin onu da qeyd edim ki, bu suallar birəbir eyni olmaya bilər. Çünki bilirsiniz, test kitabçası verilmir. Əgər suallarda hər hansısa bir yanlışlıq olarsa, əlbəttə ki, bununla bağlı siz şərh hissəsində yaza bilərsiniz. Elə isə gəlin, vaxt itirmədən birinci suala baxaq. Məsələn, belə bir sual düşüb, məlumatın məhdudlaşdırılması hansı qanunla həyata keçirilir? Uşaqlar, məlumatın məhdudlaşdırılması qeyd olunur ki, yalnız Azərbaycan Respublikasının konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Amma məlumatın azadlığından, yəni məlumat azadlığından istifadə edilməsi qaydası isə, baxın, bu həm Azərbaycan Respublikasının konstitusiyası olacaq, həm də ona müvafiq olaraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunacaq. Və bir məsələni də diqqətinizə çatdırım, bilmirəm bu sual düşüb düşməyib. Əldə edilməsi qaydasına görə məlumat iki hissəyə bölünürdü. Bunun biri nə idi? Bunun biri əlbəttə ki, açıq məlumat idi, digəri isə alınması məhdudlaşdırılan məlumat idi. Bu bizim birinci sualımız. İkinci sualımız, Milli Məclisin 63 səs çoxluğu ilə qəbul etdiyi qanunlar. Yəni, burada bir məsələ var ki, uşaqlar, qeyd olunur ki, 63 səs çoxluğu ilə qəbul etdiyi qanunlar hansı məsələləri həll edir? Tam olaraq bu sualı bilmədim necə. Yəni, söhbət bilirsiniz nədən gedir? Həll etdiyi məsələ, ümumiyyətlə, burada qanunlar, məsəl üçün, ümumi qaydalar. Ümumi qaydalarla bağlı bilirsiniz, qanunlardır. Qanunlar da normalda 63 səsdir, amma 83 səsdən də qəbul olunanlar vardır. Bunlar hansılardır? Bunlara aid idi referendum idi, Milli Məclisə seçkilər idi, prezident seçkiləri və Milli Məclis deputatlarının statusu idi. Bax, bu idi. Həll etdiyi məsələdə onunla bağlı qərar qəbul edirdi, amma 5 dənə məsələ vardı ki, onunla bağlı isə həll etdiyi məsələ idi. İndi uşaqlar, keçək digər məsələyə. Burada qeyd olunur ki, 3-də Azərbaycan Respublikasının konstitusiyası nə zaman qəbul edilib? Uşaqlar, qəbul edilib 95-ci il noyabr ayının 12-sində. 1995 noyabr 12-si. Amma qüvvəyə minib noyabr ayının 27-si. Belə bir sadə sual da düşüb. Məişət zorakılığı ilə bağlı sual. Gəlin buna da baxaq. Uşaqlar, vətəndaşların müraciəti haqqında qanunda qeyd olunurdu ki, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlaməti yoxdursa, o zaman şikayətlərə baxılmasının qaydası məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimlənirdi. Bunu da yadınızda saxlayın. Ümumiyyətlə, mənim vətəndaşların müraciəti haqqında qanunda bax, bu kimi sualı belə deyim, izahım vermişdim. Məsəl üçün deyirəm, orada əgər informasiyanın əldə edilməsi üçün sorğunun verilməsi də informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunu, ombudsmana, məsəl üçün şikayət verilməsi ombudsman haqqında konstitusiya qanunu ilə həll olunur. Sonra keçək digərinə, bu dövlət qulluğunda stajlarla bağlı. Bilirsiniz ki, 5 ildən 10 ilə qədərdirsə, 2 təqvim günü artırılır, 32 olur. 10 ildən 15 ilə olacaqsa, bu artıq, belə deyim, olacaq 4 təqvim günü. 15 ildən yuxarı isə 6 təqvim günü artırılır. Yəni, toplamda maksimum 36 təqvim günü, belə deyim, sizin məzuniyyətiniz olur. Sonra elektron sənədin kağız surəti ilə bağlı, gəlin bunu da deyim. Ümumiyyətlə, elektron sənədin surəti, elektron imza haqqında qeyd olunurdu ki, onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır. Və kağız daşıyıcıda da, yəni o nüsxədə də qeyd olunur ki, bu surətdir. Yəni surət sözü olur. Bax, bu da belə. Yəni surətlə bağlı belə idi. Tam olaraq bunu deyə bilmərəm. Ümumi deyəsən 3 və yaxud 4 sual elektron imzadan düşmüşdü. Sonra keçək digərinə, dövlət orqanı anlayışının tərifi. Bu biraz tam olaraq bu şəkildə yox, digər fərqli şəkildə səhv eləmirəmsə düşüb. Ümumiyyətlə, dövlət orqanı anlayışı dedikdə, indi mən bilirəm ki, tam olaraq bu şəkildə deyil. Yəni, söhbət nədən gedirdi? Konstitusiya və qanunlarla müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, həm dövlət büdcəmizdən, həm Naxçıvanın büdcəsindən, həm də qanunla müəyyən edilən əlavə büdcədən kənar vəsaitlər hesabına maliyyələşən Azərbaycan Respublikası konstitusiyası və qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatı idi. Düzdürmü? Yəni, ümumi olaraq budur. Amma tam olaraq sual bu şəkildəndirmi, onu deyə bilmərəm. İndi uşaqlar, keçək digər sualımıza. Buradakılar artıq test kimidir? Belə.
Konstitusiyaya əsasən vətəndaşların əsas vəzifələrindən olmayanı göstərin. Əlbəttə ki, burada ana dildən istifadə etmək bizim hüququmuzdur. Bu bizim vəzifəmiz deyil. Ona görə doğru cavab bu olacaq. Növbəti Naxçıvan Konstitusiyası necə qüvvəyə minir? Burada da qeyd etmişəm, Azərbaycan Respublikasının prezidenti tərəfindən Milli Məclisə təqdim edilir və Milli Məclis tərəfindən Konstitusiya qanunu şəklində qəbul olunur. Konstitusiya qanunları da bilirsiniz 95 səs çoxluğu ilə qəbul olunur və prezident imzalamasa qüvvəyə minmir. Növbəti sual sertifikat mərkəzinin hüquqları hansıdır? Uşaqlar, elə burada yalnız sözlərindən çıxmaq olardı. Tam olaraq bu şəkildə mi düşüb deyə bilmərəm, amma doğru cavab burada deyilir. Sertifikatların qüvvədə olma müddətini uzatmaq, onlara xitam vermək və ya onları ləğv etmək. Bununla bağlı da elektron imza haqqında belə deyim, dərs izahım var, ona da baxa bilərsiniz. Növbəti suala baxaq, qərar və sərəncamla bağlı doğru variantı deyil seçin. Uşaqlar, qərar burada belə deyək, qərar deyir, fərdi, sərəncam isə normativ hüquqi aktdır. Yox, ümumiyyətlə sərəncam normativ hüquqi akt deyildir. Sərəncam prezident tərəfindən, bəli, qərar isə Nazirlər Kabineti tərəfindən verilir. Bax, bizim elə doğru cavabımız da məhz B variantı olacaq. Uşaqlar, bir də növbəti sual, dövlət qulluğu haqqında sualda deyir, ikinci kateqoriya dövlət qurumu olmayan hansıdır? Baxın, Ali Məhkəmə Naxçıvan Ali Məhkəməsindən söhbət gedir. Bu 2-dir, amma Azərbaycanda alidir. Azərbaycanın hərbi prokurorluğu bu 2-dir, Naxçıvandakı 3-dür. Apellyasiya məhkəmələri 2-dir. Bakı şəhər prokurorluğu isə istisna olaraq 3-cü kateqoriyadır. Amma digər prokurorluqlar, rayon prokurorluqları 4-dədir. Bax belə uşaqlar, bütün sualların əlbəttə ki, belə deyim, məndə yoxdur. Olsa, onların izahını verərdim. Əgər siz də imtahanda iştirak eləmişsinizsə, orada düşən sualları şərh hissəsinə yazın, müzakirəyə davam eləyək. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.